2024-cü il fevral ayının 13-də 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Əhməd Əhmədov tərəfindən Bakı şəhərində qətl hadisəsi baş vermişdi. Hər kəs bunu xatırlayır. Həmin cinayət işinin törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin müvafiq bəndləri ilə Əhməd Əhmədov barəsində cinayəti anlaqsız vəziyyətdə törətməsinə dair məhkəmə işi 10 oktyabr 2024-cü ildə tamamlanmışdı. Həmin məhkəmə qərarını oxuduğumuz zaman biz görürük ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən ekspertiza aparılmışdı və onun rəyinə əsasən yoxlanılan şəxs haqqında şizofreniya, paranoid forma, halüsinator, paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəlik müəyyən edilmişdi və bu əsasla da o müəyyən edilmişdi ki, öz hərəkətlərini ölçüb biçmək, onları idarə etmək iqtidarında olmamışdır və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən anlaqsız hesab edildiyi üçün təqsirləndirilən şəxs barəsində həmin məcəllənin 95.0.4-cü bəndinə əsasən intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburiyyət tədbirlərinin tətbiq edilməsi müəyyən edilmişdir. İctimai tərəfindən böyük səs doğurmuşdu bu hadisə, çünki bir çoxları düşünmüşdü ki, içində biri azyaşlı olmaqla 5 nəfərin həyatına son qoyan biri haqqında nə olursa olsun ömürlük cəza tətbiq edilməli idi. Amma Cinayət Məcəlləsinin 21-ci maddəsi bunu açıq şəkildə ifadə edir ki, ictimai təhlükəli əməl, hərəkət və yaxud hərəkətsizlik törədilən zaman əgər şəxs anlaqsız vəziyyətdə olarsa, xroniki psixi xəstəliyi, psixi fəaliyyətinin müvəqqəti pozulması, əqli gerilik, sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmirsə, onu idarə edə bilmirsə, bu şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Və yenə də həmin maddənin ikinci bəndi bildirir ki, həmin əməl törətmiş şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Hər nə qədər təəssüf doğuran bir hadisə baş versə də, olsa da, bir çoxlar tərəfindən hətta narazılıqla qarşılansa da, necə ki, haqlı, haqsız olmasına asılı olmayaraq hər zaman Azərbaycan Respublikası qanunları tətbiq olunur hadisələrə. Burada da bunu etmək məcburiyyətində idi. Bu, yəni bərabərlik, ayrı seçkiliyin yol verilməzliyi prinsipindən irəli gəlir və hər kəsə tətbiq edilməlidir.